Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə danışacağıq Ərəb xilafətindən. Ərəb xilafəti necə meydana çıxdı? İlk öncə ərəblərin təbii coğrafi şəraiti haqqında danışaq. Onların yaşadığı bölgə necə bir bölgə olub? Ərəblər Səudiyyə Ərəbistan yarımadasında yaşayıblar və Ərəbistan öz quruluşuna görə 3 hissədən ibarətdir. Şimali, Orta və Cənubi Ərəbistan. İndi baxaq. Şimali Orta Ərəbistan haqqında biz danışanda vurğulayırıq ki, bəs buradakı ərazilər əsasən səhralıq ərazilərdir və burada bədəvilər yaşayırlar. Bədəvilər kimdir? Bədəvilər deyiləndə, belə deyək ki, köçəri maldarlıqla məşğul olan və səhralarda yaşayan ərəb, belə deyək ki, maldarları nəzərdə tutulur. Bəs digər tərəfdən baxaq, danışaq nələrdən? Cənubda yaşayan ərəblərdən. Cənubda yaşayan ərəblər bəs kimlərdir? Cənubda yaşayan ərəblərdən söhbət elədikdə isə, buradakı ərəblər əsasən yağmurlu, bərəkətli bir ərazidə yaşadıklarından burada əkinçiliklə məşğul ola bilmişlərdir. Baxaq, buradan davam edək. Ərəblərin deməli ümumiyyətlə iki məşğuliyyəti var. Bir bədəvilik və bir də əkinçilik. Bədəvilik nə oldu? Köçəri maldarlıqla məşğul olanlardır. Şimali Orta Ərəbistanda yaşayırlar. Cənubda yaşayanlar isə yağmurlu şəraitə görə əsasən məşğul olduqları sahə, belə deyək ki, əkinçilikdir. Bədəvilərin ən sevdikləri heyvan, belə deyək ki, ümumiyyətlə ərəblər deyiləndə ağlımıza gələn heyvan təbii ki, nədir? Təbii ki, dəvələr. Dəvələr Ərəbistan dövlətində ümumiyyətlə bugünkü gündə də ərəblər arasında səhra gəmisi adlandırılır və bədəvilərin bir yerdən başqa yerə köçməsinə səbəb gətirən, imkan verən daha doğrusu vasitə dəvələrdir, yadda saxlayaq. Davam edək, gələk yavaş-yavaş ərəblərin ümumiyyətlə nəyə görə ilk vaxtlar dövlət qura bilməməsindən biz feodalizm barədə danışanda vurğulayırıq ki, ərəblər, türklər, alman tayfalarının bir çoxları ibtidai icma quruluşundan birbaşa keçid ediblər deməli hara? Feodalizmə. Bunlarda quldarlıq dövrü olmuyor. Bunlar birbaşa feodalizm dövrünə keçiblər və buna görə də bəzi hadisələr bunlarda belə deyək ki, yoxdur. Ərəblər ümumiyyətlə dövlət nədir, dövlət qurmaq nədir, dövlətçilik ənənələri nədir, belə şeylərə malik olmayıblar. Bunu çox gec öyrənibdirlər. O zaman başlayaq. Bəs ərəblərin o dövrdə əsas siyasi rəqibləri kim idi? Ərəblərin ərazisini ələ keçirmək istəyən iki dövlət var bu dövrdə. Sasanilər və Bizanslar. Niyə? Bu səhralıq nələrinə lazımdır ki, Sasani və Bizanslar? Biz burada vurğulayırıq ki, Ərəbistan yarımadasının cənubunda Yəmən dövləti yerləşir bugünkü gündə də. Həmən Yəmən ərazisi ən bərəkətli bölgəsi Səudiyyə Ərəbistanın və buradan bir sıra ticarət yolları keçir. Sasani Bizanslılar Ərəbistan yarımadasındakı bu ticarət yolunu ələ keçirmək istəyirlər və bunun üçün də Yəmən uğrunda bir-biri ilə rəqabət aparırlar. Və bu mübarizənin gedişatında ərəblər məğlub olur, bir çoxu şimala doğru köç edir Ərəbistan yarımadasının şimalına və cənub əraziləri Sasanilər Bizans arasında əl dəyişdirməyə, rəqabət meydanına çevrilməyə davam edir. Gələk danışaq Ərəb dövlətinin yaranmasından. 570-ci il. Muhammed Peyğəmbər anadan olur. Muhammed Peyğəmbərin 40 yaşı tamam olduğunda, yəni artıq 610-cu ilə gəldiyimizdə ona Peyğəmbərlik verilir və o 613-cü ildən artıq öz yeni dinini, İslam dinini təbliğ eləməyə başlayır. Lakin bir müddət o dinini təbliğ eləsə də, o dövr üçün Məkkə şəhərində onun bu təbliğatını qəbul eləmək istəmirlər. Belə ki, Ərəbistanda o dövrdə ən məşhur iki şəhər var. Məkkə və Yəsrib şəhərləri. Məkkə şəhəri ilə Yəsrib şəhəri arasında ticarət rəqabəti aparılır və bu rəqabətdə bir-birlərini üstələməyə çalışırlar. Məkkə şəhərinin əsas sakinləri Qureyşlilərdir və bunların da əsas, belə deyək, dini inancları bütpərəstlikdir və hər bir ərəb qəbiləsinin də Qureyşlilər kimi müxtəlif bütləri var, müxtəlif bütlərə ibadət edirlər və bunlar hamısı birlikdə Məkkə şəhərinin mərkəzində Kəbə adlanan bir yer var. Həmən Kəbə yerində öz bütlərini toplayıblar, orada belə deyək, öz dini ayinlərini icra edirlər. Ancaq vaxt gəlir nəyə çatır? Belə ki, Muhammed Peyğəmbər İslam dinini təbliğ eləməyə başlayandan sonra Məkkəlilər onun bu dinini qəbul eləmir və onu məcbur edirlər ki, Məkkədən çıxıb getsin. Və 622-ci ilə gələndə Muhammed Peyğəmbər hicrət edir. Hicrət sözünün mənası ərəb dilində köç etmək deməkdir. 622-ci ilə gələndə Muhammed Peyğəmbər Məkkədən Mədinəyə hicrət edir. Və biz deyirik,
İslam tarixi nə zaman başlayır? 622-ci ildə Məkkədən Mədinəyə köçlə. Muhammed Peyğəmbər Məkkədən Mədinəyə köçsün. Mədinə şəhərinin o dövrdə adı ilk vaxtları Yəsrib olub. Məhəmməd Peyğəmbərin 622-ci ildə bura köçməsi ilə birlikdə artıq biz Yəsrib şəhərinə Mədinə deyirik. Mədinə sözünün mənası Peyğəmbər şəhəri deməkdir. Beləliklə davam edək. Quran İslam dininin əsas belə deyək ki, kitabıdır, dini kitabı və Quran sözünün mənası oxumaq deməkdir. Quran 114 surədən və bir sıra ayələrdən ibarətdir. Baxaq, bundan başqa İslam dininin şərtləri var. 5 şərt. Kəlmə-i şəhadət bilmək, namaz qılmaq, zəkat, xüms vermək, Ramazan ayında oruç tutmaq və həmçinin imkan daxilində Kəbəni ziyarət etmək. Bu 5 şərt əsas İslam dininin şərtlərindən biridir. Və müsəlman Allaha itayət edən, Allaha təslim olan deməkdir. İslam sözünün mənası isə sülh, əmin-amanlığa çatma mənasını verir. Bunları da yadda saxlayaq. İslam dini haqqında danışdıq. İslam dini deməli 610-cu ildə meydana çıxıb, 613-cü ildə Məhəmməd Peyğəmbər aydın şəkildə artıq bunu təbliğat eləməyə başlayıb. 622-ci ildə Məkkə şəhərindəki Qureyşlər onu zorla öz şəhərindən qovurlar və o gedir Yəsribə pənah aparır və beləliklə 622-ci ildə İslam tarixi Məkkədən Mədinəyə hicrət vasitəsilə başlayır. Mədinə sözünün mənası da Peyğəmbər şəhəri. Davam edək, gələk 624-cü ilə. Məhəmməd Peyğəmbər bütün qüvvələrini toplayır və Məkkəlilərlə Mədinəlilər arasında bir müharibə baş verir. Bu Bədir döyüşüdür. 624-də baş verən Bədir döyüşündə belə deyək ki, İslam mücahidləri qalib gəlirlər. Və bu qalibiyyət belə deyək ki, Ərəb dövlətinin qurulmasında mühüm rol oynayır. 630-cu ildə Qureyşilər və Mədinə şəhərinin sakinləri arasında sülh müqaviləsi imzalanır. 630-cu ildə imzalanan sülhlə birlikdə artıq Məkkədəkilər İslam dininin Məkkədə də yayılmasına icazə verirlər və bir çoxu da özü İslam dinini qəbul edir və beləliklə biz deyirik 630-cu ildə Muhammed Peyğəmbər yeni dövlətin, Ərəb dövlətinin əsasını qoyur və bu dövlətin paytaxtı Məkkə və Mədinə şəhərləri olub. Deməli, müstəqil Ərəb dövləti neçənci ildə meydana gəlir? 630-cu ildə. Bəs bu dövlətin meydana gəlməsində mühüm rol oynamış döyüş 624 Bədir döyüşü. Mədinəlilər, yəni İslam dininin tərəfdarları ilə Məkkəlilər arasında baş vermiş bu döyüş və döyüşün nəticəsində qalib gələn tərəf olmuşdu. Bəs belə deyək, İslam mücahidləri. Beləliklə, indi danışırıq nədən? Ərəb dövlətinin tarixi 3 dövründən. Ərəblərin hakimiyyəti 3 dövrdən ibarətdir. Birinci dövr 630-dan 632 və 632-dən 661-ə qədər olan dövrdür. 632 Məhəmməd Peyğəmbərin hakimiyyət dövrüdür. 632-661 isə ilk xəlifələr dövrü. Baxaq. Birinci dövrümüz deməli nə adlanır? Ümumiyyətlə Muhammed Peyğəmbər və ilk xəlifələr dövrü. İkinci dövrümüz adlanır 661-dən 750-yə qədər davam edən Əməvilər dövrü. Üçüncü dövrümüz isə adlanır 750-dən 1258-ə qədər davam etmiş olan Abbasilər dövrü. Birinci dövrdə, yəni ilk xəlifələr və Muhammed Peyğəmbərin dövründə paytaxt Məkkə və Mədinədir. Əməvilər dövründə paytaxt Şam şəhərinə köçülür, digər adı ilə Dəməşq. Abbasilər dövründə isə dövlətin paytaxtı olur Bağdad şəhəri. Və hətta Abbasilər xilafətini bəzən Bağdad xilafəti də adlandırırlar. Davam edək. Deməli, ərəblərin hakimiyyət dövrü. Ərəb dövlətinin tarixi 3 dövrə bölündü. Birinci dövr Məhəmməd Peyğəmbər və ilk xəlifələr. İkinci dövr Əməvilər, üçüncü dövr Abbasilər. Gəlin danışaq biz ilk öncə Əməvilərin hakimiyyətindən. Biz danışırıq indi nədən? Birinci dövr 630-661.
İlk xəlifələr dövrü və Muhammed Peyğəmbərin dövrü. Belə deyək, birinci dövrdə hansı hadisələr baş verib? İlk öncə Muhammed Peyğəmbər 632-də dünyasını dəyişir. Bu hakimiyyətə xəlifələr gəlməyə başlayır. Xəlifə sözünün mənası davamçı deməkdir. Davamçı. Və ilk xəlifələri biz Rəşidi xəlifələr adlandırırıq. Rəşidi xəlifələr nə deməkdir? Xəlifə sözü davamçı, Rəşidi isə doğru yolda olan mənasını verir. Deməli, ilk xəlifələr dövrü həm də nə dövrü adlanır? Rəşidi xəlifələr dövrü. İlk xəlifələrimiz kimdir? Xəlifə Əbubəkir, Osman, daha doğrusu Ömər, daha sonra Osman, daha sonra isə Əli. Bu bizim ilk 4 xəlifələrimizdir hakimiyyətdə olan. İlk 4 xəlifə nə edib? 1. Bütün Ərəbistan yarımadasını, bütün Ərəbistanı tabe ediblər. 2. Ərəbistanı tabe elədikdən daha sonra isə artıq digər dövlətlər olan o dövrün güclü dövlətləri Sasani və Bizansla müharibə aparıblar. 3. Cənubi Qafqazı hücum edib, tutmuş və həmçinin Qafqazdan yuxarı qalxaraq Xəzər xaqanlığı ilə döyüşmüşdülər. Biz bunu artıq Azərbaycan tarixindən bilirik. 643, 653, 1-ci Bələncər, 2-ci Bələncər döyüşləri və bunlar bildiyimiz kimi uğursuzluqla nəticələnmişdi. Daha sonra Şimali Afrikanın böyük bir hissəsini ələ keçirirlər. Tam şəkildə yox ha, böyük hissəsini. Bütün Şimali Afrikanın işğalı Əməvilər dövründə. Amma Şimali Afrikanın böyük bir qismini ərəb xəlifələri, yəni ilk xəlifələr ələ keçirmişdilər. Və beləliklə ilk xəlifələr dövründə işğalçı müharibələr aparıldı, bütün Ərəbistan yarımadası tutuldu, Sasani Bizans dövlətlərinin üzərinə hücumlar edildi, Cənubi Qafqaz ələ keçirildi, Xəzərlərlə müharibələr aparıldı və Şimali Afrikanın böyük bir hissəsi ələ keçirildi. İlk dövrdə ərəb xəlifələrinin Rəşidi xəlifələr dövründə daha doğrusu deyək, nəyə görə digər ölkələrin xalqları bizə belə müqavimət göstərmirdilər. Ərəblərin hücumlarına elə də ciddi bir müqavimət etmirdilər. Bunun əsas səbəbi belə deyək ki, Sasani Bizans dövlətləri arasında o dövrdə o qədər müharibə olmuşdu ki, bu hər iki dövləti zəiflətmişdi və həmçinin ərəblər güclü, çevik atlı dəstələrdən ibarət bir ordu yaratmışlar. Yəni süvari ordusu. Və həmən süvari ordusu digər qoşunlara üstünlük gəlir. Digər tərəfdən yerli əhali İslam dininin ədalətli bir din olması haqqında qənaətə gəlmiş və beləliklə ərəblərə qarşı elə də ciddi müqavimət göstərməmişdir. Biz Azərbaycan tarixində də vurğulamışdıq ki, ilk xəlifələr dövründə ərəblər İslam dininin ehkamlarına sadiq və ələ keçirdikləri ərazilərin adət-ənənələrinə, xalqının daxili işlərinə qarışmırdılar. Bu iki səbəblər bizə deməyə imkan verir ki, ilk xəlifələr dövründə nəyə görə çox da ciddi bir müqavimətə rastlaşmayıbdılar. Davam edərək ikinci dövrdən 661-dən 750-yə. Şəhərin mərkəzi Şam şəhəri olub, Dəməşq şəhəri. Bunların dövründə də işğalçılıq müharibələri davam elətdirilir. Şam və Dəməşq eyni şəhərdir, yəni müxtəlif adları var bu şəhərin. İki formada doğrudur, yəni fərqli bir şəhərdən bəhs eləmirik. 661-də Əməvilər hakimiyyətə gəldi. Əməvilər Cənubi Qafqazda işğalçılıq müharibələri yenə aparır, Xəzərlərlə döyüşür. Bundan başqa Bizansla müharibəni davam elətdirir. Qərbdə 711-ci ildə artıq bütün Şimali Afrika ələ keçirilmişdi və 711-ci ildə bütün Afrikanın işğalı başa çatdırılandan sonra, daha doğrusu Şimali Afrikanın bütün hissəsi işğalını başa çatdırandan sonra ərəb qoşunları Tariqin başçılığı altında Pireney yarımadasına hücum edirlər. Pireney yarımadasına olan hücum ərəblər üçün uğurla nəticələnir. Pireney yarımadası deyiləndə bugünkü İspaniya dövlətinin yerləşdiyi yarımada nəzərdə tutulur və eramızın 8-ci əsrində, yəni 711-ci illər civarında burada mövcud olan dövlətimiz Vestgotd imperiyası idi.
Vestgotların vəziyyəti nə yerdədir? Ümumiyyətlə Vestgotlar German tayfalardır və bildiyimiz kimi Qədim Roma İmperiyası mövzusunda da danışmışdıq. Got tayfaları xalqların böyük köçü zamanı Roma İmperiyasının ərazisində məskunlaşmışdılar və Vestgotlar da İspaniyada bir krallıq yaratmışdılar. 711-ci ildə Əməvi qoşunları Tariqin başçılığı ilə Pireneya yarımadasına daxil olurlar və orada Vestgotları məğlub edərək Pireneya yarımadasını ələ keçirirlər. Daha sonra 732-ci ildə Poitiers döyüşü. Poitiers döyüşü ərəblərin Avropada irəliləyişinin dayandığı döyüşdür. Belə ki, ərəblər burada Frank tayfaları ilə qarşılaşır və Frank qoşunları tərəfindən məğlubiyyətə uğradılırlar. Və beləliklə Qərbi Avropada ərəb xilafətinin irəliləməsini Franklar qarşısını alır. Poitiers döyüşündə bildik, gələk son dövrə 750-ci il. Əbu Müslüm üsyanı. Əbu Müslüm kimdir? Nəyə görə üsyan edibdir? Belə ki, Mərkəzi Asiyanda şərqdə bu dövrdə işğalı başa çatdırılır. Bunu da bura yazaq. Mərkəzi Asiya ələ keçirilmiş olur və Mərkəzi Asiyada Əbu Müslümün başçılığı ilə 750-ci ildə Əməvilər sülaləsinə qarşı bir üsyan olur. Üsyanın əsas səbəbi nədən ibarətdir? Belə ki, Əməvilər ilk xəlifələrdən fərqli olaraq ərəblər arasında, ərəblər deməyək, daha doğrusu müsəlmanlar arasında ayrı seçkiliyə yol verdilər. Nə ayrı seçkiliyi idi bu? Söhbət ondan gedir ki, əvvəllər millətindən, irqindən asılı olmayaraq bütün müsəlmanlar bərabər idi. Ancaq Əməvilər dövründə millətindən çox şey asılı idi. Yəni artıq ərəbçilik siyasəti yeridir Əməvilər, yəni millətçilik siyasəti yeridirlər və belə deyək, ərəb olmayan müsəlmanların gerçək bir müsəlman kimi qəbul eləmək istəmirdilər. Deməli, ərəbçilik siyasəti yeridir Əməvilər və həmçinin də ərəb olmayan müsəlmanları tam səlahiyyətli müsəlman kimi saymırdı və bu da 750-ci ildə bir sıra xalq üsyanlarının başlamasına səbəb olur Əməvilərə qarşı və bu üsyanlardan ən böyüyü 750 Əbu Müslüm üsyanıdır. Bu üsyan nəticəsində belə deyək ki, yeni bir sülalə hakimiyyətə gəlir Əməvilərin hakimiyyətinə. 750-ci ildə Əbu Müslümün üsyanı ilə son qoyulur və hakimiyyətə burada gələn olur Abbasilər sülaləsi. Ancaq Əməvilər tam özlərini itirdilər. Yəni Əməvi sülaləsi tam şəkildə hakimiyyətini itirdi. Əməvilər hələ də Pireneya yarımadasında özlərinin müstəqilliyini davam etdirirlər. Belə ki, 711-ci ildə vurğulamışdıq ki, Tariq Pireneya yarımadasını ələ keçirmişdi və burada Əməvilərin torpağı idi. Buradakı Əməvi canişini Ərəb xilafətinin mərkəzində olan dəyişikliyi qəbul eləmir və özünü 750-ci ildə müstəqil bir dövlətin yaratdığını elan edir. 750-ci ildə Kordova əmirliyi yaranır. Kordova əmirliyi harada yaranıb? Pireneya yarımadasında. Qurucusu Əməvi canişinidir və bu ikinci bir ərəb dövlətidir. Eləyək, danışaq Abbasilər xilafətindən. 750-ci il hakimiyyətdə Abbasilər gəldi. 1258-ə qədər də hakimiyyətdə Abbasilər olub. Abbasilərin mərkəzi isə Bağdad şəhəri olub. Yadda saxlayaq. Davam edək. Abbasilər dövründə nə kimi yeniliklər olub? Abbasilər də yenə işğalçı müharibələri davam elətdirirlər və Mərkəzi Asiyada hakimiyyəti ələ keçirmək üçün Çinlə müharibə aparırlar. Belə ki, 751-ci ildə Talas döyüşü olur. Talas döyüşü Çinlilərlə ərəblər arasında həyata keçmiş bir döyüşdür və bu döyüşdə qalib gələn ərəblər olur. Döyüşün nəticəsində Çinlər Mərkəzi Asiyanı tərk edirlər. Ancaq biz Uyğurlar mövzusunda danışanda vurğulamışdıq ki, Mərkəzi Asiyanı bu səfər ələ keçirən ərəblər mi olmuşdur? Xeyr. 751-ci ildə Talas döyüşü nəticəsində Mərkəzi Asiyanı ələ keçirən Uyğurlar olur. Yadda saxlayaq. Beləliklə, Çinlərlə də ərəb xilafəti vuruşub. Bəli, Abbasilər dövrü hansı döyüş? 751 Talas döyüşü. Davam edək. Daha sonra ərəb xilafətinin qoşunları Hindistanın şimal-qərbində hücumlar nəticəsində ələ keçirir. Ümumiləşdirsək, artıq Abbasi xilafətinin hakimiyyət dövründə
Abbasilərin əlində Atlantik Okeanı sahillərindən başlayaraq düz Çinə və Hindistana qədər olan geniş bir xilafət, geniş bir imperiya yaratmışdı ərəblər. Deməli, Abbasilər 750-də hakimiyyətə gəldi. Paytaxtları Bağdad şəhəri olub. Bağdad şəhərinin salınması haqqında da məlumat verək. 762-ci ildə Bağdad şəhəri salınır, inşa olunur. Daha sonra elə 762-də Ərəb xilafətinin mərkəzi Bağdada köçürülür. İşğalçı yürüşlər davam elətdirilir. Bəli, Çindən vuruşublar. Doğru, 751 Talas. Hər hansı bir ərazini ələ keçirə biliblər? Xeyr. Sadəcə döyüşdə Çinlər məğlub olaraq Mərkəzi Asiyanı tərk edirlər və Mərkəzi Asiyaya yiyələnən Uyğurlar olur. Daha sonra Hindistanın şimal-qərbini tuturlar və artıq Abbasilər xilafəti dövründə biz danışırıq. Avropada Atlantik Okeanından başlayaraq şərqdə Çin, Hindistana qədər olan geniş bir ərazini əhatə edən Ərəb xilafəti yaranır. Bəs Ərəb xilafətinin başına daha sonra hansı işlər gəlir? 1055-ci ilə gəldiyimizdə, 1055-dən biraz da qabağa gedək, 9-cu əsrə. 9-cu əsr biz Azərbaycan tarixində də keçdiyimiz kimi bilirik ki, xilafətə qarşı üsyanlarla yadda qalır. Belə ki, bu üsyanların içərisində ən güclü üsyan Xürrəmilər idi. Belə ki, Xürrəmilər hərəkatının nəticəsində Ərəb xilafəti dərindən sarsılmış, öz əvvəlki qüdrətini bir daha bərpa edə bilməmiş və Babəkin üsyanı digər işğal altında olan bütün xalqların azadlıq mübarizəsinə qalxmasına təkan vermişdi. Və buna görə 9-cu yüzillikdə Abbasi xilafəti artıq zəifləyərək parçalanır. Əfqanistan, Misir, Azərbaycan, İran, Mərkəzi Asiyanın böyük bir hissəsi bu ərazilər belə deyək ki, Ərəb xilafətinin asılılığından çıxır və yeni müstəqil dövlətlər yaranır. 1055-ci ilə gəldiyimizdə inşallah Böyük Səlcuq dövləti haqqında da danışanda deyəcəyik. 1-ci Toğrul Abbasi xəlifəliyini özündən asılı vəziyyətə salır. 1055-ci il hansı hadisə? Böyük Səlcuqların Abbasi xilafətini özündən asılı vəziyyətə salması və beləliklə Abbasilər bu dövrdən Səlcuqlara tabedir. Və Abbasilər xilafətinin varlığına nə zaman son qoyulub? 1258-ci il. Monqolların 3-cü yürüşündə Hülakü xan tərəfindən 1258-ci ildə Ərəb xilafətinin varlığına beləliklə son qoyulur. İndi isə keçid edək biraz Ərəb xilafətinin təsərrüfat həyatından danışaq. Bunun barədə Azərbaycan tarixində geniş məlumat vermişik. Yenə də deyək. Belə ki, ərəblərin torpaq mülkiyyət formaları haqqında yadımıza salaq. Dövlət torpaqlarımız adlanırdı nə? Divan. Dini idarələrə, məscid mədrəsələrə məxsus olan torpaqlar vəqf. İrsi torpaq mülkiyyət formaları nə adlanırdı? Mülk. Bəs şərti xidmət müqabilində verilən torpaqlar nə adlanırdı? İqta. İcma nə idi? Kəndlərə məxsus olan torpaqlar. Baxaq, bu dövrdə hansı vergilərimiz var? Ən əsas cizyə. Cizyə nə idi? Can vergisi idi və bu vergini kimlər verirdi? 15 yaşı ilə 60 yaş arasında olan və xristiyan olan və yaxud yəhud olan, yəni İslam dininə sitayiş eləməyən bütün əhalidən alınan bir vergi növü idi. Bəs verginin ən əsas növü hansıdır? Yəni toplanan vergilərin böyük bir qismi nədən toplanır? Torpaqdan alınan vergilər. Söhbət hansı vergilərdən gedir? Təbii ki, xəracdan. Toparladıq. Vergilərimiz hansılardır? Xərac torpaqdan alınan vergidir. Əsas vergi növüdür. Bundan başqa cizyə var. Cizyə can vergisidir. 15-60 yaş daxilindəki bütün kişi əhalisindən alınır. Bundan başqa cizyə müsəlman olmayan kişi əhalidən alınır. Bura diqqət. Davam edək. Xums daşınan əmlakdan alınan vergi idi. Zəkat isə daşınmayan əmlakdan alınan vergi növü idi. Tamam. İlk xəlifələr dövründə biz bilmişdik, xəlifə Əlinin dövründə ədalətli vergi islahatı keçirilmiş və əkilməyən torpaqlardan vergi alınmamağa başlanmışdı. Həmçinin ilk xəlifələr dövründə xums, zəkat kimi vergilər həqiqətən belə deyək ki, zəif olan, əqli çatışmazlığı olan,
imkanı olmayan müsəlmanlara xərclənirdi. Lakin Əməvilər dövründən başlayaraq artıq belə tipdə olan vergilərin hamısı dövlət xəzinəsinə yığılır. Artıq zəkat, sədəqə, xüms nə olmasından asılı olmayaraq bütün vergilər dövlət xəzinəsinə gedir və bu da ölkədə xalqların narazılığına gətirib çıxarır və təbii ki, bunların hər biri də özü ayrı-ayrılıqda üsyanların yaranmasına gətirib çıxardır. Beləliklə, biz sizlə birlikdə danışdıq ərəb xilafəti mövzusu haqqında. Ümid edirəm sizin üçün açıqlayıcı izah oldu. Gələn video izahatlarımızda görüşənə qədər o zaman sağ olun, salamat qalın.